Söhbət Qida Təhlükəsizliyi Agentliyinin Strateji Təhlil və Planlaşdırma sektorunun müdiri Nigar Nuriyevadan gedir. Nigar Nuriyeva 1989-cu ildə anadan olub. 2011-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər ixtisasını, 2013-cü ildə elə həmin universitetdə Beynəlxalq Münasibətlər ixtisasının magistratura dərəcəsini bitirib. 2017-ci ildə isə London İqtisadiyyat və Siyasi Elmlər Məktəbi İctimai İdarə Etmə ixtisasını bitirib. 2019-cu ildən Qida Təhlükəsizliyi Agentliyinin Strateji Təhlil və Planlaşdırma sektorunun müdiri vəzifəsində çalışır. Nigar Nuriyevanın atası Ədliyyə Nazirinin müavini Eldar Nuriyevdir. Nigar Nuriyevanın qardaşı Cavanşir Nuriyev Dövlət Vergi Xidmətinin aparat rəhbəridir. Digər qardaşı Orxan Nuriyev Dövlət Gömrük Komitəsində Gömrük İnzibatçılığı Baş İdarəsinin rəisi vəzifəsində çalışır. Orxan Nuriyev Baş Prokuror Kamran Əliyevin kürəkənidir. Salam əleyküm.